Salam aleykum hər kəs, Casfight'a xoş gəldiniz. Uzun müddətdir video qoymurdum, dedim videosuz qalmayaq. Həm də üstüsüz 13 oldu, yəni tam yerinə düşdü, video çəkmək üçün məncə əsl vaxt. Hər nəysə çox uzatmayaq, bizim kütləyə yəqin ki daha çox maraqlı olan döyüş həm yerlimizin döyüşüydü, çünki Rafael Fiziyev hardasa 2 ilə yaxın idi, qəfəslərdən uzaq idi. Bizim üçün də, onun özü üçün də təsadüfi və belə deyək ki, həyatını dəyişdirə biləcək bir döyüş ayarlandı. Yəni Fiziyev qeyci döyüşü təsdiqləndi. O döyüş təsdiqlənən gün mən də girdim birinci döyüşə təzədən baxdım. Həm analiz təhlil eləmək üçün, həm də ikinci döyüş haqqında təxmin eləmək üçün. Yəni o video kanalda da əgər baxmayanlar varsa girib baxa bilər. Bizim üçün nəticə gözlənilən oldu. Bəli, gözlənilən oldu. Çünki biz bu cür nəticə gözləyirdik. Amma içimdə bir ümid, həqiqətən də təsadüfi bir nəticə gözləyirdim. Çünki Azərbaycan bayrağının Justin Gage kimi bir ada qarşı dalğalanmağını doğrudan təsəvvür eləyəndə belə çox qürurlanırdım. Amma təəssüf ki, bu olmadı. Amma biz videomuzda da təhlil eləmişdik. Yəni gözlənilməyən bir şey olmadı açıqcası. Yəni Fiziyev düzdür. Birinci raundda yenə aktiv başlaya bilsə də, ikinci və üçüncü raundlarda izah elədiyimiz səbəblərdən məncə uduzdu. Və mən demək istəyirəm ki, bu döyüş belə deyək də, bundan sonra 10 dəfə də yenə qarşılaşsalar, əgər xal hesabı ilə döyüş bitsə, bu döyüşün qalibi inanın ki, Fiziyev olmayacaq. Yəni Fiziyev əgər bundan sonra hazırlaşsalar, revanş döyüşü təşkil olunsa, ki məncə kütləni coşdura bildilər. Əslində UFC-nin belə biraz çöküşə doğru getdiyi vaxtlarda belə bir qanlı döyüşə ehtiyac var ki, gördüyünüz kimi gecənin döyüşü seçildi bu döyüş. Bu döyüş təşkil olunsa, məncə Fiziyev bütün hazırlığını, qeycini aşırtmaq üçün, yəni nokaut eləmək üçün hazırlaşmalıdır. Yəni xala gediləsi döyüşdə Fiziyevin belə deyək ki, qalib olmaq üçün bir silahı, bazası yoxdur. Yəni bu videoda çox uzatmaq istəmirəm. Yəni kimə maraqlıdırsa girib kanaldan videoya baxa bilər. Bundan əvvəlki videoda bu haqda danışmışıq. Baxanlar üçün deyim, yəni Fiziyev gördüyünüz kimi məsafəsini qorumadı. Nokaut olma təhlükəsi belə var idi. Amma revanş olmağını istəyərdim. Çünki həqiqətən Fiziyev mənim gözlədiyimdən çox daha dözümlü və xarakterli döyüşçüdür. Çünki bütün peşəkar döyüşən idmançılar bilər ki, yəni mənim fikrimə qatılarlar ki, o cür elit idmançıya qarşı 10 gün qalmış döyüş götürmək və 3 raundluq mübarizədə yəni heç də geri qalmamağa çalışmaq, yəni bu hər insan işi deyil. Doğrudan Fiziyevi ayaqüstü alqışlamaq lazımdır. Yəni təbrik edirəm həm yerimizi. Amma təbii ki, bir Azərbaycan olaraq mən də oradan Fiziyevin qalib ayrılmağını çox istəmişdim. Nə qədər də təxmin eləsəm ki, uduzacaq, 99% fikirləşirdim ki, uduzacaq. Amma yenə də içimdə bir ümid istəmişdim. Hər nəsə olmadı qismət, amma aralarındakı hörmət nə idi siz deyər. Justin Gage də, Rafael Fiziyev də öz hörmətlərini bir-birinə göstərirlər. Bu bizim üçün sevindiricidir və fikirləşirəm ki, Rafael Fiziyev qəfəsdə qalib ola bilməsə də insanların ürəyində öz yerini tapa bilib. İdmançıların da ona hörməti var, başqa insanların da ona qarşı hörməti var. Yəni ki, Azərbaycanımızı da, bayrağımızı da layiqincə təmsil etdiyini düşünürəm. İnşallah yolu açıq olar. Daha bir maraqlı döyüş oldu, kəmər döyüşü idi. Alex Pereira ilə Ankalaev Magomedovun arasında döyüş oldu. Ankalaev Magomedovun döyüşü udmağına ehtimal verənlər, elə onlardan biri də mən özüm. Pereira'ya qarşı takedownlarla, yəni yerdə döyüşü idarə edə bilərsə əgər, döyüşü uda biləcəyimi fikirləşmişdim. Amma mənə elə gəlir ki, hər kəsi, yəni mənə də yanılda bildi. Yəni döyüş takedownlarla etmədi. Yəni ayaq üstə biz gözəl döyüş görə bildik. Və Pereira bilirsiniz ki, Glory Kickboxingin çempionudur. Yəni bilməyənlər varsa Glory Kickboxing, loru dildə desək, MMA-də UFC necə varsa, kickboxda da ən üst səviyyə, yəni ən peşəkar səviyyə Glory'dir. Yəni bu adam Glory'də çempion olan adamdır. Yəni Glory'də yəni uşaq döyüşmür. Yəni kickboxun ən ənkələrdə belə, ən yekələri döyüşür orada. Yəni Pereira orada yəni az yox, çox yox. Ümumiyyətlə kickboxda yüzlərlə, bəlkə 200 dənə döyüşü olub və yəni onların belə deyək ki, əksəriyyətində qalib olan tərəf, hətta əksəriyyətini nokautla bitirən tərəf olub. Bilirsiniz, daş əllər rəqəbi ilə də tanınır və Pereira öz sol əlinə çox güvənirdi. Bunu açıqlamasında da bildirmişdi. Döyüşün içində də bir neçə yerdə o zərbəni axtardı, amma nəsib olmadı. Çünki Ankalaev mənim gözlədiyimdən, fikirləşdiyimdən, təxmin elədiyimdən, yəni hər şeydən çox hazır. Həqiqətən təbrik edirəm. Ayaq üstə biz gözəl döyüş görə bildik və hətta ikinci raundda knockdowna salmağı belə bacarmışdı. Mənə elə gəlir ki, əgər raundun son saniyələri olmasa, hətta biz texniki nokaut belə görə bilərdik. Döyüşlər haqqında bu qədər, amma biz bilmirəm fikir verdiniz yoxsa yox. Dana White, yəni bizim bossumuz, UFC-nin bossu, məncə nəticədən biraz narazı kimi görünür. Mənə elə gəlir ki, o biznesmendir, yəni iş adamıdır. Və bu döyüş onun işidir və onun insanlarla bağlı problem olacağını fikirləşmirəm, amma marketinq tərəfindən yəqin ki, sərf eləmir. Çünki reklamı olmayan, hype olmayan işdə pul da olmur, onun işi odur ki, yəni izləyicini cəlb eləyə bilsin.
Fikirləşirəm ki, çəkilər üzrə çempionların Dağıstan, Rusiya, yəni güləş təməlli idmançılarmı olmağı və sair müsəlman olmağımı insanları cəlb eləmir. Yəni məsələdirsə, Dana White bu məsələdən narazıdır. UFC-nin çöküşə doğru getdiyi, yəni kartlarda əsasən maraqsız döyüşlərin olduğu müddətdə məncə Xamzatı ortaya çıxartsa, yəni biraz hype-ını qaldıra bilər, reklamı gücləndirə bilər, Duplessislə döyüş versə və ən gizli və ən önəmli silah bu dəqiqə məncə Topuria ilə İslam döyüşünü təşkil etmək olardı. Mənə elə gəlir ki, az da olsa döyüş idmanlarına həvəsi olan bir nəfər belə o döyüşü qaçırmaq istəməz. Yəni məncə hətta deyərdim ki, əsrin döyüşü belə ola bilər. Yəni mənim üçün o qədər maraqlıdır. Bilmirəm, mənə doğrudan sizin də fikriniz maraqlıdır. Əgər videonu bura kimi izləmisinizsə, fikirlərinizi yazın, müzakirə eləyək bu barədə. Hər nəysə, bu günlük bu qədər. Mənim fikirlərim bu qədər idi. Siz də yorumlarda yazın, söhbətləşək. Mövzuya yaxşı baxın, sağ salamat, müğayət. Yeni videolarda görüşənədək.